Kamança insan səsinə daha uyğundur. Daha çox bənzəyir insan səsinə. İnsan bütün hiss və duyğularını kamançada daha səlis ifa elətdirə bilir. Həyat bəzən gözümüzü yumub özümüzü dinlədiyimiz zaman daha aydın görünür. Kamançası gözlərindən uzaq olsa da, musiqi onun incə ürəyinin gözüdür. O, ürəyinin güclü ritmi ilə özünün də dediyi kimi, dostu olan kamançasının simlərində dünyasını yenidən formalaşdırır. Musiqi hər ruhu sağaldır, deyir qəhrəmanımız. Onun üçün dünyada yalnız bu dil var. O, kədərini, sevincini, ümidini yalnız musiqi dili ilə ifadə eləyir, anlayır və danışır. Həyatının ən parlaq işığı olur kamançasının telləri. Mən Fatimə İsrafilova 2002-ci il təvəllüdlüyəm. 2009-cu ildə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internet məktəbinə daxil olmuşam. Bunun ardınca 2011-ci ildə həmin məktəbin nəzdində olan gözəl əlillər üçün 38 saylı musiqi məktəbinə daxil oldum. Burada mənə ustad müəllimlərim sağ olsunlar, mənə ifaçılıq təcrübəsini, kamançanın sirlərini mənə mənimsətdilər. Daha sonra 2021-ci ildə müəllimlərim mənə göstərdiyi tədrislərin sayəsində mən imtahan verdim. Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Hal-hazırda özüm 4-cü kurs tələbəsiyəm. İnstrumental ifaçılıq fakültəsinin kamança ixtisası üzrə təhsil alıram. Əslində mən lap uşaqlıqdan musiqiyə çox böyük həvəsim olub. Hətta mənim dayım da mən uşaq olanda belə bir fikir səsləndirib ki, bu qız gələcəyin musiqiçisi olacaq. Yəni buna təbii ki, uşaq ikən heç özüm də inanmırdım. Sadəcə özümü həvəskar bir musiqiçi olaraq görürdüm. Yəni inanmırdım ki, bunu davam etdirərəm, peşəkar bir səviyyəyə çatdırmaq üçün müəyyən bir yol gedərəm. Yəni bunu özüm də təsəvvür eləmirdim, amma yəni həqiqətən musiqiyə olan sevgim şükürlər olsun məni bura qədər, bu səviyyəyə qədər gətirib çıxardı. Mən uşaqlıqdan yəni hətta bilmədiyim musiqiləri belə, yəni anam mənə deyir ki, bilmədiyim musiqiləri belə adi deyir, televiziyada musiqi başlamamışdan sən deyir onu ifa edirdin, sonra musiqi başlayırdı. Yəni belə bir deyir maraqlı əhvalatlarım olub. Mən uşaqlıqdan ilk həvəsim əslində mənim müğənnilik, vokal sahəsi olub. Yəni uşaq olmuşam, sırf xalq artisti Hürriyyə Ayxanın musiqilərini ifa eləyirmişəm uşaq vaxtı. Demək olar ki, bir çox müğənnilərin, ifaçıların musiqilərini, yəni vokal formada ifa eləyirdim. Yəni ağlıma da gəlməzdi ki, sonradan fikrim dəyişər, kamança üzrə davam eləyərəm. Kamança üzrə təhsilimi davam etdirməyimin səbəbi əslində bu oldu ki, kamança insan səsinə daha uyğundur. Daha çox bənzəyir insan səsinə və insan bütün hiss və duyğularını kamançada daha səlis ifa elətdirə bilir. Yəni ki, İnsanın, məsələn, mənim bugün əhval-ruhiyyəm necədirsə, o mənim ifama təsir eləyir. Yəni, əgər mən bugün sevincliyəmsə, ifamda onu göstərə bilirəm, ya qəmginəmsə, ifamda onu göstərə bilirəm və belə bir hallar da olur ki, insanın hər hansısa bir çətin ya sıxıntılı bir anında musiqi ifa etmək onun bir növ elə bir dostuna çevrilir. Yəni ki, insan həmin dövrdə musiqi ilə sanki dostlaşır. Musiqiçi üçün alət musiqiçinin dostudur. Yəni ətrafına verə bilmədiyi sirri, yəni sırf alət onun bəlkə də bütün daxili aləmini mənimsəyir.
Əslində bəzi əngəllər insanın yolunu kəsmək üçün yox, onu daha da gücləndirmək üçündür. Fatimə deyir ki, hər yolun başlanğıcında məşəqqət var, amma qəlbindəki istək onun üçün daima mübarizə gücü olub. Qarşısına çıxan əngəllərə baxmayaraq bir çox yerli və beynəlxalq arenalarda uğurlar qazanıb. Mən bir neçə dəfə beynəlxalq müsabiqələrin laureatı olmuşam. İtaliya, Amerika, İsraildə, Almaniyada, hətta Türkiyədə bir neçə dəfə birinci yeri layiq görmüşəm. Bir dəfə də Grand Prix ilə təltif olunmuşam. Digər sadaladığım ölkələrdə isə hərəsində bir dəfə birinci yeri layiq görmüşəm. Eyni zamanda Azərbaycanda da keçirilən bir çox müsabiqələrdə iştirak eləmişəm. Burada da laureat olmuşam. Müsabiqələrlə yanaşı festivallarda keçirilən bir çox dövlət tədbirlərində iştirak eləmişəm. Mənim ən çox iştirak etdiyim dövlət tədbirləri Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə benefisiar olaraq gəldikdən sonra bu mərkəzin yönəltdiyi tədbirlər olub. İslam Əməkdaşlıq Təşkilatının 5-ci konfransının qalı konsertində uğurla iştirak etdim. Bundan sonra çox yaxın zamanlarda keçirilən COP29 çərçivəsində keçirilən tədbirdə iştirak etdim. Bu tədbir də mənə böyük uğurlar qazandırdı. Uğurlarımdan bir müddət sonra bu yaxında prezident mükafatına layiq görüldüm. İlk öncə benefisiar olaraq gəldiyim Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hal-hazırda təlimçi olaraq fəaliyyət göstərirəm və bununla yanaşı keçirilən bütün dövlət tədbirlərində aktiv fəal iştirak edirəm. Xeyr, kamança mənim fikrimi dəyişdi. Tamamilə mən bu alətə o qədər bağlandım ki, mən başqa bir sahəyə yönəlməyi düşünmürəm. Mənim İnşallah gələcək hədəflərimdən biri odur ki, mən tələbələrimi yetişdirim, tələbələrim də ən az heç olmasa mənim qədər uğurlu ola bilsinlər. Fatimənin hekayəsi qaranlıqda belə işıq tapmağın bir yolu olduğunu, maneələrin isə əslində həyatı zənginləşdirən fürsətlərə çevrilə biləcəyini göstərdi. Hər notda, hər tonda ümid buraxır. Gözlə görə bilmədiklərimizi duymağa imkan verir. Həyatı bir neçə notda birləşdirir qəhrəmanımız. Sevgi, əzm, cəsarət və sonsuz bir işıq. Özünün təbirincə desək, çıraq olur. Könül gözləri ilə aydınlıq axtaran hər kəsə. Mən buradan həmin xüsusi bacarığı olan gənclərə bunu tövsiyə etmək istəyərdim ki, hər bir yolun əvvəli çətin olur. İnsan ilk başda olur ki, düşünür ki, çətindir, bunu eləyə bilməz. İlk əvvəllər insan belə düşünür. Amma insan o çətinliyi dəf eləməyi bacarmalıdır. O maneələri aşmağı bacarmalıdır. İnsan bir növ öz-özü ilə mübarizə aparmalıdır əslində. İnsanın içində iki hiss olur. Biri cəsarət, biri qorxu. İnsan cəsarətin yoluna çıraq tutub cəsarət yolu ilə davam eləməlidir. Musiqi elə bir dildir ki, bütün xalqları birləşdirir. Yəni yeganə bir dildir. Məsələn, fərq eləmir. Mən belə deyim də, yəni fərq eləmir hansı ölkənin musiqisi olsun, hansı xalqın musiqisi olsun. Orada sırf insanın hissləri, duyğuları, həmin bəstəkarın nə düşündüyü, insanlara nə çatdırmaq istədiyi musiqi dili sayəsində insanlara çatdırılır. Yəni yeganə dildir ki, bütün xalqları birləşdirir. Mən düşünürəm ki, mənim bu həyatda əsas rolum odur ki, yəni əsas obrazım bir çox insanlara, yəni mən belə deyim, sübut eləyə bildim ki, yəni bizim kimi xüsusi insanlar yəni heç bir maneə olmadan uğur əldə edə bilirik.